Quantifiers adı uşaqlar kəmiyyət bildirən sözlərdir. Kəmiyyət bildirən sözlər uşaqlar hansılardır? Çox, az, biraz, bir qədər, çoxlu. Bu sözlərə deyirik nə? Quantifiers, yəni kəmiyyət bildirən sözlər. Bunlar hansılardır ingilis dilində? Yəqin ki, qayda kitabında da açdınız o səhifəni, düzdürmü? Bu sənin idi, qızım. Bu hansı bir hissədir? Açın. Aha. Birinci baxırıq burada uşaqlar maça. Maç. Tərcüməsi nədir? Çox deməkdir. Necə isimlərlə işlənir? Özündən sonra sayılmayan tək isimlərlə işlənir. Sayılmayan tək isimlərlə işlənir. Məsələn, bir dənə nümunə deyək. Sayılmayan bir dənə isim deyim mənə, su. Su məsələn. Aha. İndi çoxlu su demək istəyirəm. Necə olar? Much water, yes. Oldu belə, much water. Okay. İndi keçdik many-yə. Tərcüməsi nədir? Bunun da tərcüməsi ilə çox deməkdir. Amma fərqi var bunun. Sayılan. Bu sayılan cəmlə işlənir, bəli. Sayılan cəm isimlə işlənir. Nümunə deyək, bir dənə sayılan ismi götürün. Many books. Məsələn, elə götürün ki, S qəbul edən olsun da. People özü topludur axı. Table, aha, yaxşı. Çoxlu stollar, necə deyək? Many tables, aha. Belə, baxın, sayılan olması yetərli deyil, ha. Sonunda da nə yazmalıyız? S mütləq yazılmalıdır, many. Yaxşı. Sonra much, many, sonra gəlir nə? Few. Tərcüməsi bilirik yoxsa yox? Few nədir? Ay, Sübhan. İsimdən görüb xatırlayırsan bunu yoxsa yox? Few az deməkdir, az. Necə isimlərlə işlənir? Sayılan cəm. Sayılan cəm. Aha. İndi məsəl üçün deyirəm ki, özdə bir şey də yazacağım burada. İndi bu qeydə fikir verin də. Tutan bax, burada mənfi işarəsi qoyacağım. Amma a few, bir dənə baxın indi. A few biraz deməkdir. Biraz deməkdir. Bu da sayılan cəmlə işlənir. Amma müsbət mənada işlənir. Bunların məna fərqi. Tamam, hə, sən məndən kitab deyirəm ki, tutalım. Deyirəm ki, mənim bir neçə kitabım var, sənə də verə bilərəm. Düzdürmü? Aha, onda nə qoyacağım? A few qoyacağım. Düzdürmü? Burada müsbət mənada işləyir. I have few books, a few daha doğrusu baxın. A few books. I can give you. Sənə də verə bilərəm. Hətta. Yəni burada müsbət mənada işləyir. Varımdır və sənə də verə bilərəm. İndi isə Fərhad, sən məndən kitab istəyirsən, deyirəm ki, mənim demək olar kitabım yoxdur, sənə də verə bilmərəm. Bir dənə kitabım var, onu da özüm oxuyuram. Necə olar? Cümləni qur, mənim az kitabım var. Bir də. I have a few. A few yox. Əli tullacaq, bunu işlə. Ay, sağ ol. Sən bax bu xırdalıqlara diqqət yetirmirsə, ona görə qrammatik səhvlərin çox çıxır. I have few books. Book yazın burada, yoxsa books? Books. Fərqi yoxdur. Few, a few. İkisindən sonra da S-li feil gəlir. Baxın, əsas bu xırdalıqlara diqqət edin ki, testə düşür. I have few books. Burada önce ne yazacağım? Ben sana verə bilmərəm. I can't give you. Belə. Başa düşdünüz buracım? Okay. Much, many, few, a few nəyimiz çatmır? Little'lar çatmır
bəli. Bahar, bir görün mənə. Little a little tərcüməsi nə idi? İsimdən keçmişdik. Little Az. az. Aha. Little az deməkdir. Sayılmayan isimlərlə işlənir. Sayılmayan tək. A little isə o biraz deməkdir. Biraz deməkdir. Sayılmayan yenə tək isimlə işlənəcək uşaqlar. Amma yenə də bunların arasında ay, Sübhan. Bunların arasında bunda olduğu kimi məna fərqi var. Bax, bir dənə bu balaca artikel burada mənan dəyişir. Hansı müsbət mənadadır, hansı mənfi mənadadır bunların? Hə, bəş danış. Bayaq bunu izah eləyəndə dedim. Bəş danış. Başa düşmədim. Hə də artikeldir, artikel. Biri yuxarıda azda işləyir, yuxarıdakı mənfidir. Aha, afərin sənə, əla. Bu mənfidir, bu isə müsbət məna daşıyır. Yaxşı, aha. Tutalım ki, kimsə məndən su istəyir. Deyirəm ki, bardaqda bir damcı su qalır da, yoxdur, dibinə heç yoxdur yəni. Yoxdur, onda nə qoyacam? Verə bilmərəm sənə. Onda little qoyacam. Deyəcəm ki, there is little water. Az su var. Yəni verə bilmərəm deməkdir. Birdən var deyirəm ki, biraz su var, yəni bir qədər su var, sənə də verə bilərəm. Onda nə olacaq? Aha. Yenə də burada da diqqətli olunan uşaqlar bir şeydə o biri mövzulara da inteqrasiya eləyək. Bax, burada izlərə zada fikir verin. Fərhad, qulaq as oğlum. Mən niyə burada ar yazmadım, iz yazdım? Səncə? Deyirəm, axı biraz su var. Niyə ar yazmadım, iz yazdım? Sayılmayan isim olduğuna görə. Mən su ilə heç vaxt götürüb ar yaza bilmərəm. Çünki sayılmır axı. Sayılan ismi cəmləyə bilərəm, xəbərini də, yanındakı əvəzliyini də. Sayılmırsa bir şey, mən onu cəmləyə bilmərəm. Yalnız təkdə işlətməliyim. İndi başa düşdüm. Xahiş edirəm, dərsə qulaq asan da yuxu tutmasın səni. Diqqətlə qulaq as. Ona görə sadə şeylərdə sonra səhv edirsən. Belə, sonra nə var orada? A lot of, o asandır. Demək olar ən asandı oldu uşaqlar. A lot of. Normal, a lot of-un tərcüməsini bilirik. Çoxlu deməkdir, bəli. Sinonimləri bilirsiniz. Ona yaxın mənalı sözlər. A lot of, lots of, plenty of. Baxın, mötərizədə yazacaq eyni şeydir. A lot of-dan sonra lots of, sonra plenty of. Bunların tərcüməsi çoxlu deməkdir. Çoxlu deməkdir. Hamısı ya, üçü də çoxlu, eyni şeydir. Özdə ən asandı budur uşaqlar. Niyə görə? Rahatdır. Hamı sayılandan işlənir. Bəli. Yazaq burada. Həm sayılan, həm də sayılmayan. Ona görə bizim işimizi rahatlayır bu. Aha. Sonra indi bir şey də deyəcəm sizə. Görün, onu bilirsiniz, yoxsa yox. Leyla, səncə a lot of nədir, a lot nədir təkcə? Onların nə fərqi var? Bax, qızım. A lot, yoxsa a lot of. Bunların fərqi nədir? A lot of çoxlu deməkdir. İkisi də çox demək. De. Mən a lot of-dan sonra isim gəlir. Super. Aha, de, bəkdən danış. A lot of-dan sonra isim gəlir. Qəşəng. Aha. A lot-dan
ama önünde feil alır. Bak buna da dikkat yetirin. Bak önünde isterseniz bir de açın. Ya kitabda ya qayda dəftəriniz varsa orada qeyd edin. Qoy sərgi ilə yazın. Feil. Üstə gəl. Lot. So. Bax bu da bunların fərqi. Yaxşı. Çünki şeydə düşəcəksə, testləri işləyəndə bunların fərqi düşəcəksə. Nurlu nə oldu fərqi? İndi lövhəyə baxmadan de. Lotovla Lotovun fərqi nə oldu? Biri yox. Xahiş edirəm adını çək. Hansı nə ilə işləmir? Qəşəng. Aha. Önündə. Qəşəng. Süper. İndi gəlirik uşaqlar. Birazdan hər şey aydındırsa, yer açım lövhəni təmizləyim biraz. Fərhad aydındır.